Deyir ki, bunlar eləmədilər də etiraf. Yəni nə olacaq? Bu müharibə nə qədər İran davam çox edəcək? pis düşəcək. Nə qədər davam eləyəcək? İran İsraili yenə vuracaq da. Tel-Əviv ətrafında görmüsünüz də, özü də zənginlərin yaşadığı bir ərazidir ora. Darmadağın eləyiblər. Yəni onlar zirzəmidə yaşayıblar. Yəni ona görə də çox əhali itirməyiblər. 10-14 nəfər, bir neçəsi də qalıqlar altındadır. Belə deyək də ki, itiblər, məlumat yoxdur onlar haqqında. Amma rəsmi Tehranın verdiyi məlumata görə 224 nəfər artıq İrandan adam ölübdür. Özdə bunların sırasında bilirik də generallar. Baxmayın, dünən ildə 3 general da dünən öldürüldü. Yəni bütün bunların hamısını ölçüb biçməlidirlər ki, İran daha pis günə düşəcəkdir. İsraildən çox pis günə düşəcək. İsrail də zərər görəcəkdir. Amma İranın zərəri İsrailin yanında qat-qat artıq olacaqdır. Buna görə də normal ağıl sahibləri oturub məsələni fikirləşib demədilər ki, bu səhərləri Amerika qoşuldu. Artıq demək olar ki, qoşulub da. Yəni biz bilirik ki, dolayısı qoşulubdur, birbaşa qoşuldu. Yəni artıq o bazalarından silah yendir, belə də zərbələr yendirdi. İran yalan belə deyir ki, hamısını vuracağıq. Yəni ərəb ölkələrindəki bütün şeyləri vuracağıq. Sənin hava hücumundan müdafiə sistemin işləmir. Bunu da hamı da gördü. Normal işləmir. Pis işləyir. Onlarınki çox yaxşı işləyir. Bir Yordaniyada qurulan hava hücumundan müdafiə sistemləri həm Böyük Britaniya məxsusdur, həm Amerika Birləşmiş Ştatları, həm də Yordaniya dövlətinə. Yazıdadır, keçən ilin aprelində atılan raketlərin 99%-nin qabağını aldılar. 99%-nin. Bir-ikisi də düşdü, o da təpəliklərə düşdü. İndi də atırlar, 100 raket atırlar, 20'si düşür. 20'si də böyük rəqəmdir. Yəni 80'nin qarşısını alırlar. İsrail kimi balaca dövlət, İsrail İranın istənilən vilayətindən balacadır. İstənilən bir vilayətindən balaca bir ərazisi var. İsrail də ziyan görür, bütün bunları görür. Amma İsrail də gördüyümüz kimi İranın bu günləri televiziya qülləsini də vurur. Sabahlar yenə deyirəm, həyatı vacib obyektlər var. Nə qədər Tehranı tərk etsələr də, gedib kəndlərdə bir müddət yaşasalar da, bunun bir sonu olmalıdır. Yeri gəlmişkən əhali kütləvi şəkildə tərk eləyir. Hətta Pakistan sərhəddində deyir, böyük bir tıxac var. Mən son məlumatlarını çatdıracağım sizə. Türkiyənin özünə keçidlər var. Pakistanla sərhəddə axın ediblər. Türkiyəyə sərhəddə, bəli. Xarici vətəndaşlar da bilirsiniz də Azərbaycana gəlib, Azərbaycandan çıxıb gedirlər. Bəli. Yəni ki, misal üçün Rusiyanın o bir simfonik orkestri vardı orada. Onlar gəldilər. Hətta Rusiyanın səfirliyinin nümayəndələridir.